Qızlar, sabahınız xeyir. Gün başladı, biraz qəribə başladı. Sizə yəqin ki, əvvəlki videoda mən məlumat vermişəm. Bir çəkiliş olacaqdı. Mən geyimləri geyinəcəkdim. Əslində təsettür geyimləridir, amma mən heç fərqi yox idi və bir rəfiqəm, dostum, onu da fotoqraf olaraq ayarlamışdıq. Amma yəni biz ikimiz hər şeyi artıq planlamışıq, danışmışıq. Əslində biz orada iştirak edəcəyik çəkilişdə, amma sürekli soruşuruq ki, harda olacaq, saat neçədə olacaq və dəqiq bir şey deyilməməsi. Mən düşündüm ki, bu ədalətsizlikdir və son bugün olacaqdı və bugün səhər oyananda belə dəqiq saat deyilmir. Saat 2-də görüşərik, 5-ə qədər baxarıq, ofis boş olacaqmı, olmayacaqmı və bu doğru deyil məncə. Yəni tutaq ki, bir insan çəkiliş üçün 2-3 saatlığın ödənişini alırsa, sən o insanın 24 saatını burun eləyə bilməzsən. Ona görə də düşünürəm ki, mən də xoş bir yolla dedim ki, onda siz başqa birini axtarın, başqa bir fotoğrafçı, başqa bir model fikirləşin. İndi mənim İspan dili dərsim olacaq. Ondan sonra artıq günəş çıxıb, biraz hava isinibdir. Geyinərik, gedərik, biraz gəzərik, idman eləmiş olarıq. ¿Cómo se llama ese chico del periódico? Del ki o jurnalistin adı nedir? Aha, del periodico burada bilsən necədir? Periodista, jurnalist, o heç. Bu del periodico qəzetli, yəni əlində qəzet olan oğlan demək istəyir. Ümumiyyətlə İspan dilində belə bir şey var. D-ni hansısa bir isimdən istifadə edirsənsə, məsələn, bax, deyək ki, sombrero, şlyapa. Demək istəyirsən ki, şlyapalı qız. La chica de sombrero, şlyapalı qız. Bu arada qızlar, mənim təzə tripodum gəlib hal-hazırda. Onunla sizin üçün videonu çəkirəm. Minimal bir tripoddur, yəni hətta keçirib çantaya belə aslında bu telefon tutucu gedir. Yəni istəsən əgər tutaq ki, dərsə qoşulan, onlayn işi olan falan insanların telefonunu masaya qoymaq üçün belə məqsədlə tasarlanıb. Amma mən onu tutaq ki, makyaj eləyirəmsə, nəsə oturub ya da bir yerə gedirəmsə, orada kafedə ya da bir məkanda çanın üstünə qoyub çəkmək üçün məncə qəşəng olacaq. Bir look hazırladım, sizə də göstərim. Belə alt belə, üstü də belə standart. Qızlar, istəyirdim mən qara deri ceket və qara çanta hətta çıxartmışdım, amma gördüm ki, bayır istidir. Yəni bunun üstünə nəsə geysəm və yürüyüş eləyəcəm deyə tərləyərəm. Ona görə də ancaq kahverengi çanta, look giyəcəm və kahverengi qulağım var, elə yapar. Onu taxacam ki, birdən dənizin qırağı küləkli olsa, mənim bilirsiniz də, allerjik rinitim var və o dəqiqə qulağım, burnum, başım hamısı bir-birinə qarışar. Bunun olmaması üçün kombini dəyişirik bu arada, tərləməmək üçün də. İndi mən sizə göstərəcəm nə seçmişdim. İndi nə ilə dəyişəcəm? Deməli, qızlar, sumka bunu götürəcəkdim əslində. Qulaq da bunu. İndi dəyişirik komple. Həmişə bu söz səhv deyirəm. Çantama qoymağa hal-hazırda çox bir şey yoxdur. Sadəcə deməli bunu qoyuruq, qulağı qoyuruq və cüzdanımızı qoyuruq. Belə. Bir də bunun üçün gəlin kez götürək. Götürək bunu. Belə açdım. Camını bura qoydum. Məncə belə daha doğrudur. Baxın. Çünki həm də düşməməsini garantiləyirsən sanki belə. Belə. Bunu da asacağım çantamla. İçinə də qoya bilərəm, amma niyə də asmayaq? Zaten çarmlar hal-hazırda dəbdədir və biz bunu belə şirin şəkildə dəyərləndirdik. Aha, okey. Deməli, başqa bir şey lazım olmadı. Çıxmazdan əvvəl bəzi takviyelərimi alıram. Bu bromelain, bilirsiniz ki, ödem qarşıdır da, əgər özəl bir gününüz, özəl dönəminizdəsinizsə, ödem qarşıdı olaraq içməniz qəşəngdir. Probiotik göstərdim və Xpecia. Bunu aşırı önərirəm sizə. Baxın, arxada milliqram olaraq qadınların özəlliklə ehtiyacı olan bütün vitamin komplekslərini demək olar ki, içərir. Mən bunu illərdir istifadə edirəm. Həm saçıma, həm dərimə, dırnaqlarıma, hamısına. Qızlar, mənə afərin. Eyni anda həm evdən çıxmadan əvvəl
qabları yumağa qoyub, həm də paltarları yumağa qoymağı bacardım. Getdim, gəldim, görüşmə elədim qızlar. Bu arada dünən mənə WhatsApp-da yazıb, biz çox uzun müddətdir görüşmürük əslində. Yəni çox uzun deyəndə yeni ildən 1 həftə və 2 həftə olar, hətta bəlkə də 20 gün olar ki, görüşmürük. Çünki onun qardaşı Ukraynadan gəlib, səhv eləmirəmsə Ukraynadan, yəni Polşa ola bilər, bilmirəm, yəni axır ki, onu gəzdirir. Və biz ona görə də bir türlü görüşməmişik. Amma belə bir şey var ki, mən heç kəsə demək olar deməmişdim ki, hətta sizə də deməmişəm. Məncə o hissəni elə bir çəkmişdim hansısa bir kadrda, amma yüklənmədi, yəni necə oldu bilmirəm. Desən kəsdim, nəsə belə bir şey oldu, arada getdim kadrların arasında və gördüyünüz kimi əslində kamera kalitemiz daha yaxşıdır. Və bunu Aliya fotoqraf olduğu üçün direkt fark etdi və direkt mənə yazdı ki, çox sevindim, çox qəşəng görünür, video kalitesi çox artıb. Hətta mənə kəndi bacarıqlarımı da iltifat elədi ki, sən artıq daha yaxşı rakusları görə bilirsən. Qızlar, əslində rakus məsələsi necədir? Yəni mənim telefonumun markasına görə mən eyni məsafədən qoymuş olsam da kamera sıxışdırma deyə bir şey var. Elə bil ki, səni maksimum mərkəzdə sıxışdırır, kompakt eləyir ki, sən həm olduğun kiloda görünəsən, həm də bir tık sanki olduğun yerdən uzaqda görünürsən də. Yəni o kameranın məncə kalitesini göstərən bir şeydir. Və nə qədər HD çəksə də digər kameram, bu özəlliyi yetərli deyildi. Və bundan əvvəlki videolarımda mən elə düşünürəm ki, artıq bizim 2 qulab serimiz var. Bunu hansı video əlavə edəcəm kadr olaraq bilmirəm. Mən belə günlərimi çəkirəm, gedirəm. Yetəri qədər video uzunluğu olanda artıq kəsirəm. Bunu növbəti vloqa əlavə edirəm. Artıq buna alışmışam. Əvvəl mənim üçün bunu planlamaq çox çətin idi. Yəni planlamaq məni ekstra yorurdu. Yəni həyatımı yaşamaq, həm də ki bunu hansı vloqa əlavə edəcəm, bu hansı içeriyin bir hissəsi olacaq, onu düşünürdüm. Amma artıq düşünmürəm. Sadəcə təbii şəkildə ürəyimdən keçəndə açıram kameranı, danışıram, ürəyimdən keçən situasiyaları çəkirəm gün ərzində və bunu birləşdirim. Zaten mənim elə bir sözüm yoxdur da, məsələn, müəyyən tarixdə mütləq hər gün paylaşacağam, həftədə bu qədər falan. Yəni mən spontan biraz axış çəkməyə çalışıram. Və elə buna da sizə gəlsin ki, üçüncü qulab serimiz biraz daha sakit yaşamaq. Əslində belə bir şey görmüşdüm ki, Instagramda o akımlardan əvvəl clean girl oldu. Hətta buna isyan edirlər ki, bu nədir də? Sonra messy girl oldu, deyəsən, trend olan. İndi dinlənmiş qız modudur. Dinlənmiş qız güya heç yana tələsməyən, relax yaşayan, belə yəni sakit, gün axışında olan, amma genel bir profilləmə seçmək məncə doğru olmazdı çox da. Daha çox özümə yaxın gördüyüm, yəqin ki, bugünə qədər koşturmacada olan olardı, koşturmacada olan səydə olardı. Bu heç bir deyil, bəlkə də Messy Girl, Clean Girl-a aid deyil, amma mənim həmişə heyran olduğum bir özəlliyi olub. Hətta sizə bir şey deyim, journaling serisini, yəni günümdə hiss etdiklərimi, olanları yazmağa başlayanda, hardasa mən artıq həmin dönəmdə mənim həkimimi, Əsmər doktoru tanıdığım vaxtları idi. O da 2022-23 belə bir şey olmalıdır. Səhv eləmirəm, dəqiq tarix xatırlamıram. Mən ondan əvvəldə yazırdım, amma belə günlük olaraq yazmırdım. Amma o dönəmdən artıq başladım günlük olaraq yazmağa. Niyə? Çünki çox uzaq bir şəhərdə idim və demək olar ki, heç kəslə paylaşa bilmirdim öz günlük hisslərimi, cümlələrimi. Çox tək hiss eləyirdim. Bunu pis mənada yox, sadəcə yəni yazanda artıq beynində səssiz şəkildə düşünməmiş olursan da. Nəysə belə yazdıqca məndə ən çox sevdiyim bir şeyi izah eləməkdir yazanda. Bu qəşəngdir, gözəldir demək yox. Hətta bunu sizə
Mən o qədər haşiyələrə çıxıram ki, indi toparlamaq lazım olacaq mövzunu. Bir aktrisa görürəm ki, memarlıq oxuyubmuş əvvəl və indi aktrisadır. Deyir ki, bizə orada icazə vermirdilər bir-birimizin işini dəyərləndirmək. Demək ki, gözəldir, qəşəngdir, başarılıdır. Deyirdilər ki, başda bunu betimləməklə izah elə. Bu özəllikləri, bunu mənə xatırlatdı, bu belə, ona görə mənə belə hiss etdi və s. Yəni hisslərini kəlmələrlə dolğun şəkildə ifadə et ki, sən bunu memarlığa yaxşı şəkildə etmiş olasan. İndi mən də baxıram ki, mən o dönəmdə yazanda elə yazırdım. Sanki daha çox yazmaq, sırf yazma müddəti nə qədər uzanırdısa, mən o qədər rahatlanmış hiss edirdim. Nəysə, bunların hamısına hər şeydən çıxıb gəlirik mövzunun əvvəlinə. O dönəmlər, hətta mən bunu bir neçə il sonra, təbii ki, o dönəmlər çox utancaq idim, çünki Əsmər doktoru təzə tanıyırdım. Və Əsmər doktoru bir neçə il sonra mən bunu hətta ad günündə səhv eləmirəmsə mesajla yazıb da demişəm. Qısacası onun sakit bir şəkildə, hətta ona başlıq olaraq mən yazmışam, dalğın. Yəni sakit bir şəkildə davranması, müəyyən qədər dalğın olması mənim çox xoşuma gəlir. Yəni mən çox şaşırırdım hətta birincisi. Bilirsiniz necə idi? Orada nə qədər xəstə olursa olsun, bu arada özü dermatoloq və kosmetoloji prosedurlar edir də, yəni iki alanda işləyir və orada nə qədər demirəm amma məsuliyyətsizlik mənsə demirəm. Sadəcə bilirsiniz onun bir ritmi var. Orada gözləyən xəstə, orada işləyən tibbacı, hamı sanki onun ritminə uyur. Bu mənim aşırı xoşuma gəlmişdi. Bu ləngilik, yavaş, yəni negativ anlamda deyil də əsla. Yəni ki, aşırı sayğı hissi ilə mən bunu gözləmləyirdim, bilməm necə izah edeyim. Yəni sanki bu çay içiləcəksə yavaş-yavaş içilir, telefona yavaş-yavaş baxılır və kimlərsə narazıdırsa belə, o qədər belə yavaş-yavaş deyir ki, o heç kəs incimir də, yəni necə deyim, o hisslər mənim çox etkiləmişdi. Mən dalğın olmaqla əlaqəli bir yazı yazmışdım. Hətta gedim gətirim görüm qalıb o yazını sizə oxuyum indi. Əvvəl tarix yazmırdım çox da. Dalğın olmaq başlıq altında yazmışam qızlar. Mən nə yazmışam? Bəlkə də genel olaraq overthinker olduğum üçün və hər an diqqətdə, tetikdə olduğum üçün əksi olan durum mənim üçün bu qədər xoş gəlir. Bu cəhətdən düşünürəm ki, dalğın olmaq çəkim gücünü artırır. Belə bir şey yazmışam. Davam edək. Dalğın olmaq və daima məşğul olmaq eyni şey deyil. Dalğınsan, sakitsən, çox axışdasan. Nə iləsə məşğulsan, o sənin üçün önəmlidir. O qədər rahatsan ki, özünü tam olaraq məşğul olduğun şeyə adaya bilirsən. Beynində qayğılar və düşüncələr yoxdur. Yəni, əslində dalğın olmaq tam odaqlanmış olmaqdır. Bunun əksini düşünək. Eyni anda telefonla danışırsan, nəsə yazırsan, yemək yeyirsən və bu çox huzur qaçırıcı və çəkici deyil. Odaqlı deyilsən çünki. Bunu çəkici deyil kimi demərəm. Yəni, bugünə qədər ki olduğum bütün versiyalarımı çox istəyirəm. Hamısının mənə qatdığı hər şeyi çox sevirəm. Amma təbii ki, özümüzü neyinirik, gəlişdiririk, Pro Max versiyamıza gəlirik. Ona görə də baxırıq. Olduğumuz halımızla yetinməməliyik. Daha olduğumuz halımızı çox sevməliyik. Olduğumuz hal. Bir dənə şey var, heç kəsin yanında mənim prinsiplərimdən. Partnerinlə nə qədər bir yerdə anlaşmasan da, mən heç kəsin yanında bunu bildirmərəm. Yəni, gələrəm evdə tək halda olanda, narazı olduğum hər şeyi deyərəm və biz bunu çözərik. Amma ona heç bir yerdə utanmasını istəmərəm. Özümə qarşı da elə. Özümə qarşı da eləyəm. Ümumiyyətlə, həyatda heç kəs məni buna görə əksik hiss etdirə bilməz. Amma özüm özlüyümdə bu yönlərimi kəşf edib gelişdirməliyəm, belə düşünürəm. Gəlin davam edək. Həyatı romantizə etmək çox gözəl bir şeydir. Dolu-dolu bir gün yaşayırsan, amma bunun özü də iki cür ola bilər. Dalğın olursan kənardan, əslində isə bu özünə tam odaqlı deməkdir. Ya da çox məşğul olursan qaça-qaçda. Həyatı romantikləşdirmək, ruhu tatmin etmək, enerjini və həyatdan olduqca aldığın keyfi artırmaq üçündür. Qaça-qaç isə əksinə ruhu yıpradır. O vaxtı ilk yazdığım yazılardı. O
dönəmdə yazanda biraz təzə yazdığım üçün mərkəzdən qaçma, mövzudan uzaqlaşma kimi bir şeylər olur. Amma indi təzən baxıram və o hisslərə dönüb xatırlayanda. Ümumiyyətlə, məncə bir şeyə nə qədər çox odaqlanmış olursansa, onu o qədər kutsal edirsən. Təbii ki, özünün enerjini də kutsal etmiş olursa. Kənardan baxan hamı oturur deyir ki, adi telefona baxmış olsan belə deyir ki, bu çox önəmlidir. Yəni mən gözləyəcəm, sayğı duyacağam və o insanı nə bilim, yəni o insana etdiyi ən basit bir şeyə belə sayğı yaratmış olur. Və bu özəllik bizim özümüzə qoyduğumuz sayğını artırır məncə. Nəinki qaça-qaçan olanda. Qaça-qaçan olanda hər kəs sənə düşünür ki, davay mən bundan bunu da istəyim, bunu da istəyim. Onsuz da bu qaça-qaçan ilə həll eləyəcək də. Tələsməmək. Qısacası, tələsməmək nə mənada? Çox şey dəyişmək istəyə bilərsən, məşğul olmaq istədiyin çox şey ola bilər, o günün planına sığdırmısandır bəlkə. Amma sakit, sanki bayaq dediyim o Səidə var idi, o Əsmər doktoru izləyirdi, kənarda necə heyran. Sanki sən hal-hazırda o karaktersən və sən izlənirsənmiş kimi özünə o dərəcədə sayğılı. Yəni təlaşda olanda nə olur? Bu dağılır, o tökülür. Bir-birinə girirsən, nə olsun ki, atıram 1 saat sonra ən şıkalını ortada çıxırsan, amma arxa fonu heç bilmədin necə yaşadın o son 1 saat. Amma sən elə ol ki, yəni özümə deyirəm bunu əslində, yəni siz də təbii ki bunu eşlik edirsiniz. Elə ol ki, o keçirdiyin 1 saat da qayda dəyəri olsun. Yəni mən bunu özümə arzulayıram 2026 üçün. Arzulamaq da qalmır, bir tərəfdən eləməyə çalışıram. 26 üçün 3-cü qulaq başlığı altında özümə deyirəm ki, tələsmə. İstədiyin şey yavaş-yavaş əldə oluna bilər. Tələsmə. Tələsməməyi daha sadəcə görünümdə, aksesuarda, geyimdə zəriflik yox, həm də çünki tələsmək zərifliyi pozur məncə. Düzdür, biz nə qədər idealist olmağa çalışırıqsa bir o qədər tələsirik, amma mənim görmək istədiyim sayda biraz tələsməyən sayda olacaq bu il. Onu eləməyə çalışacağam. Keçən dəfə sizlə qardırobu yığışdıranda, orada rəflərdən mən belə bantiklər tapdım, qara. Əslində bunu başqa vaxtı ayaqqabıda bilirsiniz, ağların arxasına yadınızda gəlir, orada bantik bağlayırdılar, o da qəşəng görünürdü. Elə bir trend var idi, Pinterestdə görmüşdüm. Əslində onun üçün almışdım mən bu lentlər, amma istifadə etmədim. Sonra tapdım, dedim ki, gəl bunu dəyərləndirək. Şamdan ağlıma gəldi, çünki Pinterestdə görmüşdüm ki, düzdür orada pink görmüşdüm. Şamdanlar çəhrayıdır və bantiklər çəhrayı, o da çox gözəldir təbii ki, amma məndə zaten şamdanlar qara olduğu üçün düşündüm ki, qara bantikdə çox qəşəng tamamlayacaq və həqiqətən də məni yanıltmadı, çox estetik, çox qəşəng göründü. İndi bu qırmızı şamları yeni ilə görə qoymuşdum. Dəyişib ağ şamlara qoysam da məncə yenə də yaraşacaq. Mənim qazandığım, daha doğrusu məktəbdə mənim sinif rəhbərim olan, həm də ingilis dili müəlliməmiz olan müəllimənin mənə qazandırdığı bir texnik var. Mən bütün xarici dilləri öyrənəndə bunu mütləq tətbiq eləyirəm. Bu danışmağı baz alan bir texnikdir və oxuduğum mətni sürəkli özünə danışmaq. Yəni bu sürəkli dediyim nə deməkdir? Birinci dəfə, ikinci dəfə, 7-ci dəfə, 8-ci dəfə mətnin uzun olması yox, sənin dəfələrlə onu özünə danışmağın. Yəni yorulana qədər bir neçə dəfə danış və proqressiyanı öz gözlərindən görəcəksən. Bu çox faydalı bir texnikdir və həmişə işə yarayır. Digər bir texnikdə keçən videoda sizə göstərmişdim. Xarici səsləndirilməli bir videonu izləyib xoşladığın mövzuda daha sonra yamsılamaq, yəni onun danışdığı kimi danışmaq, onun aksanını təkrarlamağa çalışmaq, alt yazılara baxaraq. Dublete. Verdad que cada cultura tiene su sentido del humor diferente. Un autor, un humorista, Javier Tapia, dice: los españoles nos reímos en privado de todo. En público nos reprimimos más. Los chistes que nos han hecho más gracia son los chistes verdes.
ellos de política, de un humor negro. Siz görürsüz ha, biz səhərlər İspaniya dərsinə qoşuluruq. Orada biz elemental səviyyəni təkrarlamış oluruq. Yəni mən elemental səviyyəni təkrarlamış oluram əslində. Burada da özüm C1-i təkrarlayıram, C1-i möhkəmləndirirəm. Burada sizlə uluq yığmağa çalışıram. Ümumiyyətlə liseli ayaqqabı, corab kombini var. Onu eləmək istəyirəm əslində burada. İndi sizə göstərəcəm. Kahverəngi biraz daha koyu tən rəngi corabdır əslində, kalqotka. Daha doğrusu kahverəngi etek və pəmbə. Mən onların ikisini birbirine çox yaraşdırıram. Burada detayları görürsüz. Nə istifadə edirəm? Çanta, aksesuar, sırğa olaraq və sonda sizə tam looku göstərəcəm ki, necə alındı. Bəyənsəz, əgər yorumlarda mütləq qeyd edin, bəyəndiniz yoxsa bəyənmədiniz. Ümumiyyətlə hər zaman tövsiyələrinizə və məndə görmək istədiyiniz içerik fikirlərini açığam. Bunu videonun altında yaza bilərsiniz. Sizə nə maraqlı gəlir və daha çox nədən danışmağımı, nələrdən video çəkməyimi istəyirsiniz. Buna açığam hər zaman və əgər sizə maraqlıdırsa, abunə olmağı da unutmayın ki, növbəti videolarımı həmişə sizə bildirim olaraq göndərsin YouTube. Ben hep yüzünden heyecanlanıyorum. Şive kayması falan olmasın diye. Ama çok güzel konuşuyorsun Yoksa Türkçe. zaten hiçbir şey yok. Bilimsel olarak hiçbir sorun yok. Şəxsi xarakterim olaraq mən ümumiyyətlə söhbət etməyi çox sevirəm və vloqlarda da söhbət eləməyi çox sevirəm, amma balansda saxlamağı da sevirəm. Sizə düzdür bilirəm ki, hələ ki çox izləyici, çox görüntüləmə yoxdur, amma izləyənlərdən də əgər sizi maraqlandıran nəsə bir sual varsa, soruşmaq istədiyiniz bir sual varsa və yaxud da hansısa bir situasiya sualı ola bilər ki, tövsiyə almaq istəyirsiniz, onları qeyd edə bilərsiniz vloqun altında və mən növbəti vloqlarda onları cavablayaram. Biz bir saniyəlik artıq Los Angelesa gəldik, bəli, gördüyünüz kimi. Amma zarafat bir yana, mənim üçün Alanya mini bir Los Angeles'dır. Yəni o qədər oxşadıram ki, həm vibe olaraq, həm bilmirəm, insanların kültür səviyyəsi olaraq mənim çox xoşuma gəlir və hər dəfə də o dənizin mənzərəsini görəndə şükür dolu oluram. Burada gəlmişik, mən şnitzel söylədim. Bəxtiyarın yeməyinin adını unuttum. O deyəsəm sote tavuk formasındaydı. Bizim milli aşa çox oxşuyur o dadı. Çünki zəfəran yox, sarkök istifadə eləmişlər. Və bu mənim yeni alışqanlığımdır qızlar. Çay. Yeməyin yanında zərərli qazlı içki əvəzinə çay içməyi tövsiyə edirəm sizə də. Qızlarım, salam hamıya. Bu tərəfdə mən Zoom-dan dərs dinləndirəm, yəni onlayn dərs açmışam. Bu tərəfdə də görürsüz səsimdən ki, tez oyanmışam əslində. 2 gündür gecə kabus görürəm, oyanıram. Gün bir ki, yəni gecənin yarısında yata bilmirəm. Mən də faydalı olmaq adına ya da bilmirəm beynimi aldadırammı, nəysə bir şeylər eləməyə çalışıram. Tutaq getirəm, yol ehtiyaclarım var idi. Aylıq onlara baxdım. Ondan əvvəlki gün Instagram səhifəm üçün lazım bir-iki dənə Reels videosu falan var. Onları editlədim. Nəysə, yəni demək istədiyim neçə gecədir anidən 3-də 4-də oyanıram və kabus görürəm və bu tam da haçan baş verir bilirsiniz, vermişdim 2026-da. Saat 10-da, yəni 22:00-da mən gələcəm otağıma, yəni yatmağa hazırlaşacağam artıq. Gözləməyəcəm saat 12 olsun, qaça-qaça gəlim. Tam bu ərəfədə, elə bir neçə gündürsə başlamışamsa, bu baş verir. Əslində yaxşı bir şeydir. Demək ki, tam yuxumu alıram, doyuram və anidən uyanıram. Dediyim o yatmağa hazırlaşma prosesini romantizə etmişəm də əslində bir növ. Və o qədər yağ kimi yayılır ki, bu ürəyimə də. Bəlkə də o qədər yaxşı yatıram ki, o bir neçə saatı.
ona görə də düşünürəm ki, anidən oyanıram. Yəni kabus qismində çıxsaq, yəni o bir neçə gündür kabus hər gün görmürəm əslində. Dünən kabus görmüşəm. Sadəcə o saatda oyanırdım da bir neçə gündür. Yəni demək istədiyim belə bir şey. Yəni gecə saat 2-də 3-də oyanıram və 6-ya qədər falan oyaq qalıram, sonra yenə yatıram və indi oyanmışam. Yəni bir neçə dəqiqə olar. Dərsə qoşulacağam. Demək istədiyim budur ki, yəni bilmirəm bu yaxşı bir şeydir yoxsa yox. Bəlkə də təzə düzənə oturur beynim ona görə də. Amma çox dinlənmiş hiss edirəm. Deyim ki, yorğun hiss edirəm, aşırı. Hətta belə bəlkə də 10 qat çox yatmışammış kimi bir rahatlıq var üstümdə. Kişisel bakım, nə bilim, pastelimi falan yığdım. Gün demişdim sizə zaten gecə oyanmışam, amma bunu dincəlmək olaraq özümə verirəm. Zaten bu həftə gördüyünüz kimi nə rəsm, nə falan heç bir şey yox idi da, yəni. Çünki hələ tətil davam edir burada. Onlar sırf Slav kültürü ilə gedirlər deyə baxmayaraq ki, türklər üçün hər şey başlayıblar, amma onlar hələ tətildədirlər. Ona görə də davam edirəm. Elə bir vacib, yəni saat-saatla yetişəcək bir işim yoxdur. Və sizə bir sual vermək istəyirəm. Sizcə növbəti ay ipək kirpik yeniliyim, yoxsa eyelinerlə tuş çəkmək mənə daha çox yaraşır? Bilmirəm, eyeliner biraz özlədim. Bilirəm ki, eyeliner çəksəm bunları təmizləmək biraz çətin olacaq. Amma biraz özləmişəm eyelinerı. Siz necə önərsəz, sizin tövsiyənizi diqqətə alacağım. İndi yürüyüşə çıxıram. Bəxtiyar ilk dəfə sunum eləyibdi, yaxşı keçibdi. Ondan görüşəcəm əvvəl biraz minik bir qutluyaq. Qutluyaq deyəndə yəni sadəcə sarılacağam, təbrik edəcəm belə. Sonra yürüyüş eləyəcəm. O iş saatı bitənə qədər mən də biraz yürüyüş eləyəcəm havada. Bilmirəm, AVM tərəfə gedim yoxsa dəniz tərəfə gedim. Məsafə olaraq eynidirlər, sadəcə biri daha aşağıdadır. Sahil ətrafı gəzməliyəm ya da eyni məsafəni yuxarıdan gəzməliyəm. Bilmirəm, onu hələ qərar verməmişəm. Da o qədər həm YouTube-la bağlı, amma onun dışında da yəni günlük həyatımın işləri ilə bağlı və Aliya ilə yeni eləmək istədiyimiz bir sürü şey var. Və özümün sizlə paylaşmaq istədiyim başqa bir işim olacaq. O qədər çox şey var ki, bilmirəm onları necə toparlayım. Ona görə də biraz yürüyüş eləyəcəm, həm də arxa fonda fikirləşəcəm, sonra gəlib yazacağam. Ən qəşəng yazmaqdır. Yağacaq deyəsən. Ona görə də hava çox qaranlıq. Saat hazırda 1-dir, günorta 1-dir. Hava o qədər çox qaranlıqdır ki, yəni sanki axşam 6-7-dir artıq. Təəssüf. Günəşi çox sevirəm, amma ev yoxdur. Gedək. Bəxtiyarın nahar fasiləsindən sonra mən əslində daha uzaq məsafəyə gəzməyə getmək istəsəm də hava soyuq olduğu üçün müəyyən bir qədər getdim. Bu mağazaya baş çəkdim və bu səbətləri bəyənib aldım. Çox bəyəndim. Hamamı dekor eləmək üçün istifadə edəcəm. Qızlar, mən gəldim. Tamamilə əlaqəsiz bir şey üçün dışarı çıxıb, tamamilə əlaqəsiz bir alış-veriş eləmək bərabərdir. Bir dənə belə bir səpət aldım. Bir dənə belə bir səpət. Bundan məndə var idi. Bir dənə yumruğu, ona flomasterlərimi yığıram. Bu kvadrat aldım hamam üçün aldıqlarımı. Qızlar, sizə qoyanda göstərəcəm. Divanın yanında biz uzadıcı ilə qoşmuşuq adapterlarımızı falan qoyuruq. Telefon, planşet falan. İstifadə etməyəndə adapterları sərgər şəkildə bunun üçün bax deyə göstərəcəm yerləşdirəndə. Belə bir bitki, mən doğal oxşamasına diqqət elədim. Davam edirəm, belə bir şey aldım şey. Məncə bu da biraz doğala oxşuyur, yəni çəmənə oxşuyur. Bu videonu səsləndirəndə artıq video kadrlarını çəkdiyim vaxtdan çox uzun müddət keçmişdi. Amma mən səsləndirəndə hal-hazırda o qədər xoşbəxtəm ki, çünki sonuncu videom mənə çox fazla takipçi və izlənmə gətirib.
öz rekorumu böyük bir şəkildə qırdığımı gördüm və bu məni çox sevindirdi və bilirəm ki, məni yeni izləyənlər olacaq aranızda. Bütün bu göstərdiyim vlog içeriklərindən əlavə mənim ixtisasım həkimdir və tibb təhsilim var və onun üzərinə əlavə olaraq medikal estetik alanında da təcrübəm var, çalışmışam uzun bir müddət. Və burada sizə görürsüz bakım ürünlərindən göstərirdim. Və bu mənim çox həssas olduğum bir mövzudur. Ona görə çalışıram ki, çox tövsiyəni vloqlarda verməyim. Əgər haçansa həqiqətən də dəri üçün tövsiyə edə biləcəyim, yəni dəri mənim üçün həssas və elə düşünürəm ki, ondan danışacağamsa mükəmməl danışmalıyam. Əgər belə bir vlog, belə bir video daha doğrusu ortaya çıxarmaq istəsəm, əmin olun ki, bütün detallarıyla sizə ən qəşəng şəkildə hazırlayıb sunacağam və o tamamilə bilgi içerikli olacaq. İstəmirəm araya belə qarışsın, çünki istəyirəm ki, mükəmməl olsun. Əgər o tibbi bir şəkildə məlumat verəcəmsə sizə, hansı cilt bakımları, nə üçün faydalı ola bilər, rutininizə nələr istifadə edə bilərsiniz. Ona görə bunları elə belə səthi göstərirəm. Amma gələcəkdə belə bir içerik istəsəz, mütləq yorumlara yazın, mən onu dəyərləndirib sizin üçün hazırlayaram. Sonunda düzəltdiyim düzən çox xoşuma gəldi. Ümumiyyətlə mən pəmbə tonlarda bir neçə tablo seçmişəm hamam üçün. Onlar da hamam konsepti ilə çox uyumlu, çox şirin tablolardı. Və növbəti günün pilates dərsindən və mənim canım arkadaşlarımla kadrlar görürsüz. Çox sevirəm onlarla pilates eləməyi və sonrasında kahve içməyi. Deməli qızlar, mən evə gəlmişəm idmandan. Deyə bilərsiniz ki, niyə kurtka ilə video çəkirsən? Evə gəldim. Artıq 4-5 gündür ki, ardıcıl biz istilənmək üçün kondisioner yandırırıq da. Və hafif belə bir sanki oksigensizlik hiss elədim evdə. Bütün hər tərəfin pəncərələrini açdım. Dedim havalansın, mən də həm də üşüməyim, evə gəlmişkən bunları soymayım, belə çəkeyim videonu. Həm də nəsə kombinimi belə qara boz bəyəndim. Dedim qoy fərqlilik olsun. Həmişə ev paltarında sizin üçün başladıram vlogları. Bu arada sizə bir güncəlləmə eləyim. 1-2 vlog bundan əvvələ düşür hardasa. Mən Mad parfümdən sizin üçün swatch eləyirdim duxunu. Hansı ki, qara Versace idi desən, Crystal Noir. Və dedim ki, asla bəyənmirəm falan. Deməli qızlar, bu nə ilə əlaqəliymiş? Mən ən birinci Delina'nın müadilini denedim orada. Elə bir ki, D114 səhvənəm, tam dəqiq bilmirəm. O qızıl gül baskın olduğu üçün ondan sonra mən vurdığım Crystal Noir'ı asla anlamadım. Yəni bu qoxunun etkisiymiş. Mən ondan sonra bir neçə səfər sırf vurdum onu, Crystal Noir'ı bəyəndim. Çox %100 qəşəngdir deyə bilmərəm. Amma bir də almaram yəqin ki. Amma yəni çox pis də deyil. Yəni idarə edər. Bildiyimiz çox insan bilir məncə bunu. Bu mənim üçün ərgənliyimi xatırladan bir qoxudur və başqa heç bir parfümdə bu qədər basqın Nərgiz və Yasəmən ətri mən almamışam. Əslində çox insanın sevmədiyi bir qoxudur. Mən də müəyyən bir dönəmlərdə həyatımda sonradan kimdəsə qoxulayanda sevmirdim. Amma müəyyən bir dönəm oldu ki, özlədim bu qoxunu və mənə daha çox fevral, mart aylarında Nərgiz qoxulu o hiss edirik, Nərgiz gülü. Onu xatırladır və ərgənliyimi xatırladır. Çünki belə daha aşağı orta segmentli ətirlər uşaq vaxtı mamalarımızın bizə ərgənlikdə və yaxud da məktəb yuxarı siniflərində verdikləri idi də ki, gəl istifadə eləyərsən. Orada biz heç bir şey, necə deyim, sıfır parfüm təcrübəsi ilə biz bu parfümləri denəyirdik hamımız. Və mənim üçün bu o anılarla özdeşləşdiyinə görə çox sevdiyim bir parfüm olduğunu xatırladım. Yəni bir dəfə keçən il istifadə etdim. Həm də insanlardan qəşəng yorum aldım ki, sənə necə yaraşır bu əttir. Yəni bildiyiniz, əgər siz Nərgiz qoxusunu sevirsinizsə, Nərgiz qoxur buram-buram. Nərgiz və Yasəmən tam bir fevral, hani qışın sonu, belə yazın əvvəli qoxusudur. Mən indi də istifadə eləyəcəm. Hansı günlərdə ki, qışdır və günəşlidir, mən bunu seçəcəm böyük ehtimal. Çünki mənə o auranı yansıdır. Üşümürsən, hava soyuqdur. Amma belə deyək də, qışdır. Amma günəşlidir. Belə bir hava. Mən
böyük ehtimal bu parfümü istifadə edəcəm. Sevirəm mən. Bunun dəst halında da almışdım. Body losyonu ilə bərabər. O da çox gözəl qoxur. Yəni həm uyğun büdcəli bir parfümdə əslində və məncə gözəldir. Amma bəzi insanlar sevməyə bilir. Mən də dediyim kimi bəzi dönəmlər olmuşdu ki, kimsə vuranda ürəyimi bulandırırdı hətta. Hətta mən çox uzun bir dönəm qızıl gül alt tonlu və yaxud da gül alt tonlu ətirləri sevə bilmirdim. Əslində indi o kısıtlı, çox da olmasa da müəyyən qədər bilgimlə bəlkə də bunu mən dişil tərəfim üzərində işləməklə, yəni ana xətləri üzərində işləməyimlə, nə bilim, daha dişil yönlərini qəbullənməklə də bağlaya bilərəm. Məncə bununla əlaqəli ola bilər. Çünki gül alt tonu, özellikle qızıl gül məncə tam bir dişil qoxan bir qoxudur. Və bunu sevmə dönəmim əslində daha çox psixoloji iyiləşmə dönəmimdən, yəni necə deyim, şüuraltımın tədavilər aldım, ondan sonra özümü gelişdirmək üçün kitablar oxudum və s. Bu dönəmə denk gəlir. Ona görə düşünürəm ki, bunun da əlaqəsi var və gül qoxu alt tonlu parfümləri artıq sevirəm. Şirinlə qarışdırmaqlarını sevmirəm, sırf gül qalsın. Mən gül istəyirəmsə, sırf gül qalsın və bu da mənim üçün o etkini yaradır. Sırf Portakal şirkəti gəlir hal-hazırda PTT. Ola bilsin ki, maşın gördüm. Ola bilsin Muskent də gələr bu günləri. Çox istəyirəm gəlsin. Həyəcanlıyam çünki orada Amouage Guidance parfümü var, hansı ki heç denəməmişəm. Onu çox övürdü, doktorum da övürdü, mənə önərdi, mən elə aldım. Həm də Şafada görmüşdüm influencerlardan, o da çox övürdü. Və biraz Tom Ford tipli də deyilənə görə daha tündür. Onu sevirəm mən elə ətirləri. Tom Ford'un bütün seriallarını sevirəm. Kraliçası, vişnəli qızlar. Əgər varsa, orada da aşırı önərirəm sizə, aşırı. Çox gözəldir. Yəni, handa bir tortdan belə daha dadlıdır. Sizə aşırı önərirəm və mən tatlı qurmesi olaraq vişnəli xoşbeş. Onları indi özüm üçün saklama qabına yerləşdirəcəm. Bugün Bəxtiyarın növbət günüdür və mən full evdəyəm, idmandan gəldim. Artıq sporumu da yaptığım üçün. Qəşəng dizi açacağım, telefonda edit eləyəcəm sizin üçün, kitab oxuyacağım. Fərqli bir içerik çəkəcəm sizin üçün kitabla bağlı və yaxşı hiss elədiyim bir gündə, enerjik hiss elədiyim bir gündə və dincələcəm. Niyə bilirsiniz yaxşı hiss edirəm? Çünki son bir neçə gündə özümə dincəlməyə çox icazə verirəm. Və sanki dincəlməyə icazə verdiyim müddətlərdə də gözləmədən enerjim yüksəlir. Deyirdim ki, əslində bu işi bugün etmərəm və onu etməyə modum yaranır. Ona görə də özünüzdə həmişə dincəlməyə icazə verin. Hak edirsiniz. Daha sonrasında həm özüm üçün indi içməyə yaşıl çay hazırlayıram. Çox bəyənirəm yaşıl çayı. Özəlliklə sizə göstərdiyim növünü çox bəyənirəm. Daha sonra həm də ümumi ev üçün hazır əlimə atanda dəm olsun deyənə onu da dəmləyirəm. Orada da görəcəksiniz indi həm öz çayımı dəmləyirəm, həm genel demi dəmləyirəm. Dəm üçün də mən belə hazır balaca paketlərdən istifadə edirəm. Bunlar sallama deyil, sırf dəmləmək üçündür və mənə belə daha rahatdır. Çünki o dənəciklər yapışmır çaydanın içərisinə və mənə təmizləmək daha rahat olur. Suyu boşaltmışkən içməyə də su boşaldıram. Görürsünüz, hamısını eyni anda həll edirəm. Mən belə hızlı qızam. Limon doğrayıram və limonu da doğrayıram hamısını. Depoluyuram soyuducuda. Çünki tənbəllik eləməmək üçün. Limonlu çay içmək çox faydalıdır və biz bəzən üşənirik. Üşənməmək üçün bir dənəsini bütöv doğrayıram, qoyuram soyuducuya. Sonra yavaş-yavaş istifadə elədikcə götürürəm. Burada görürsünüz, axırıncı qalın kəsmədim. Məşq qoy daha faydalı olsun. Qoy qalınla içim çayımı. Və vlogun son anlarına gəlirik sizlə. Sağollaşmaq vaxtıdır. Növbəti vloglarda görüşərik.